Mən Nailiyə Axundova. Bugün sizlərlə 25 may 2025-ci il tarixində DİM-in ikinci qruplar üçün birinci şans imtahanında riyaziyyat imtahanından təqdim etdiyi sualların izahlarını paylaşıram. Baxaq elə birinci tapşırığa. Limit n sonsuzluğa yaxınlaşanda kökdə 49n plus kökdə 10n böl kökdə 16n limitini tapın. Limit n sonsuzluğa yaxınlaşır. Sürət məxrəcin hər bir həddini böləcəm kökdə n-ə. Yəni kök altında 49 n böləm, üzərinə gəl kök altında 10 böl n, kök altında 16 n böl n. Limit n sonsuzluğa yaxınlaşanda bu edir kökdə 49 üzərinə gəl kökdə 10 böl kökdə n bölünsün kökdə 16. Hansı məxrəcində dəyişən var? O sıfıra gedir, geriyə qalır kökdə 49 bölünsün kökdə 16. Yəni 7 bölünsün 4. C variantı. Çalışma 2. Sinus x çıx kosinus x bərabər 0 tənliyini həll edin. Kosinus sıfırdan fərqli olduqda hər iki tərəfi kosinusa bölsəm olur tangens x çıx 1 bərabərdir 0, tangens x bərabərdir 1-ə, x bərabərdir pi böl 4 plus pi k. Yəni x nədən fərqli olmalıdır? Pi böl 2 plus pi k-dan fərqli olmalıdır. Yoxdur ki burada, yoxdur. Ona görə cavabımız pi böl 4 plus pi k-dır. B variantı. Çalışma 3. Həcmi 729 kub metr olan kubdan, kub santimetr olan kubdan AB 4, AC 7 olan DABC piramidası kəsilmişdir. Kubun qalan hissəsinin həcmini tapın. Baxın, kubun əgər həcmi A kubu 729-dursa, onda ayımız 9-dur. Düzdürmü? Onda 9-dursa, bizə veribdir 4-dür, bu hissə 7-dir, piramidanın hündürlüyü də olacaq 9. Baxın, bizdən belə bir piramidanı kubdan çıxmağımızı istəyir. Kənarda bir piramida alınıbdır. Yəni, V böyük hissə bərabərdir. V kub çıxılsın V piramida. Kubun həcmi 729 verilib. Piramidanın həcmi də 3-də 1 vur, 7 vur, 4 böl 2 vur, 9. Katetəri hasilinin yarısı vur, hündürlük. Yəni 729-dan çıxıram. İxtisar aparaq burada 3 ilə 9 getsin 3, 2 ilə bu getsin 42, bu da bərabər 687-dir. B variantı. Çalışma 4. Ədədi sistənin ilk 10 əddinin cəmi 260-dan kiçikdir, 220-dən böyükdür. Bu sistənin birinci həddi A1-imiz 7-dir. Bütün hədləri natural ədədlərdir. Sistə fərqini tapın. Sonun yerinə 2A1 üzərinə gəl 9-da. Böl 2 vur, 10 yazaram. 260-dan kiçik, 220-dən böyükdür. Hər tərəfi 10-a ixtisar apararam. Hər tərəfi 2-yə vuraram və A1-in də yerinə 7 yazsam. 14 üzərinə gəl, 9 da kiçikdir 52-dən. 30, kiçikdir 9 da kiçikdir 38-dirsə. Birinci 3-ə bölərəm hər tərəfi. 10 kiçikdir, 3 də kiçikdir. 3-ə bölünməyəcək, elə 38 böl 3 yazım. Sonra 3-ə bölsəm, 3 tam 3-də 1 ilə 38-i 9-a böldükdə 4 tam 9-da 2 arasında qiymətlər alacaq. Və bizə deyil, hədlər naturaldır. Hədlər naturaldırsa, deyimiz də naturaldır. 3 tam 3-də 1 ilə 4 tam 9-da 2 arasında olan natural həddimiz 4-dür. Yəni deyimiz, hissə fərqimiz 4-dür. Cavabımız D variantı. Çalışma 5. Verilmiş bərabərsizliyin ən kiçik həllini tapın. Loqaritmik bərabərsizlik sistem bərabərsizliyə gəlir. Yəni x kvadratı üzərinə gəl, x üzərinə gəl 3 böyükdür 0-dan. Və x kvadratı üzərinə gəl, x üzərinə gəl 3. Əsas 1-dən böyüksə bərabərsizliyin işarəsi qalır. Kiçikdir, bərabərdir 9-dan. 3-ün kvadratı. Birinci bərabərsizlik həmişə doğrudur. Çünki diskriminantı mənfidir. A müsbətdir, D mənfidir. Həmişə müsbət qiymət alır. Keçirik ikincinə. X kvadrat plus x plus 3 çıx 9 kiçikdir bərabər 0-dır. X kvadrat plus x çıx 6 kiçikdir bərabər 0-dırsa vuruqlarını ayırsaq plus 3 minus 2. Sıfırları nədə oxunda qeyd etsək mənfi 3, 2-dir. İntervallara ayırıb plus minusladıq. Mənə lazımdır mənfi aralığı,
-3, 2 parçası bu araqdakı ən kiçik həlli bərabərdir -3'dür. B variantı. Çalışma 6. Perimetri 20 metr olan bərabər yanlı trapesiyanın, bu olsun bərabər yanlı trapesiyamız. Demək, bu olsun bərabər yanlı trapesiyamız. Trapesiyanın yan tərəfi onun orta xəttinə bərabərdir. Yəni, orta xətti C-dirsə, yan tərəfdə C-dir. Bu arada, bu bilgimizdə olsun. Əgər yan tərəf orta xəttə bərabərsə, daxilinə çevrə çəkilibdir bu bərabər yanlı trapesiyanın. Trapesiyanın yan tərəfini tapın. Çünki A plus B böl 2 C-dir, perimetri 4C-yə və yaxud da ki, yan tərəfini Y göstərmişəmsə, 4Y bərabərdir. Həmin 4Y bərabər 20-dirsə, Y də bərabərdir 5-ə. Cavabımız Y variantı. Bu haqda məlumat da verim ki, bilirik ki, A üstə gəl, B üstə gəl. Əgər C götürmüşəmsə yan tərəfi, C plus C bərabərdir 20. A plus B-nin yerinə 2C yazsaq, onda olur 4C 20'dir, C də bərabərdir 5'dir. Çalışma 7. Şifahi yazılan bir tapşırıq tipidir. Külənin radiusunu 5 dəfə artırdıqda həcmi necə dəyişər? Radius 5 dəfə artıbsa, həcm 5'in kubu qədər 125 dəfə artar. Cavabımız B variantı. Çalışma 8. Məktəb olimpiyadasında 200 oğlan və 300 qız iştirak edir. Cəmi 500 şagird iştirak edir. Oğlanlar bütün iştirakçıların neçə faizidir? Yəni 200'ü bölürük 500'ə, vururuq 100'ə, sıfırlar geçsin. Cavabımız 40%'ni təşkil edir. A variantı. Çalışma 9. A və B nöqtələri koordinat başlanğıcına nəzərən simmetrik olarsa, A və B-ni tapın. Koordinat başlanğıcına nəzərən simmetriyada x, y nöqtəsi -x, -y nöqtəsinə çevrilir. Əgər A 3 nöqtəsi B 2, B nöqtəsinə çevrilibsə, onda A -2, B -3'dür. Cavabımız A variantı. Çalışma 10. B parametrinin hansı qiymətində verilmiş bərabərsizlikləri sisteminin yeganə həlli vardır. Yeganə həlli olması üçün 2b kvadrat çıxılsın 3b plus 7 bərabərdir. B kvadratı üstə gəl 5b çıx 9. Yəni eyni bir nöqtədə yerləşməlidir ki, birindən böyük olsun, birindən kiçik olsun. Axı bərabərsizliklər sistemində kəsişmə götürülür. Bir nöqtə olsun, bir-birinə bərabər olsun, yeganə həllə çevrilsin. Yəni b kvadrat çıxılsın 8b, üzərinə gəl 16 sıfırdırsa ki, bu da tam kvadratdır. B çıxılsın 4'ün kvadratı sıfırdırsa, b-imiz 4'dür. Cavabımız A variantı. Çalışma 11. A və B-nin hansı qiymətlərində verilmiş çox həddinin qüvvəti 5'ə bərabər olar? 5'ə bərabər olması üçün dərəcə 8 və 6'nı buradan sıfırlamalıdır, itirməlidir. Yəni, bu ikisinin əmsalları əks ədədlər olmalıdır. 3x üstü 8 çıx, ax üstü 8'də 0 olmalıdır. Bx üstü 6, üzərinə gəl, 2x üstü 6'da 0 olmalıdır ki, ən yüksək dərəcə 5 qalsın. Onda belə çıxır ki, A 3'dür, B -2'dir. Cavabımız C variantı. Çalışma 12. Verilmiş kompleks ədədlərin hasilini tapın. 3 üzərinə gəl 2'də 1 ini, 2 çıxılsın 3'də 1 i'yə vuraq. Bu bərabər normal çox həddini çox həddiyə vurduğumuz qaydada. 6 çıxılsın i, üzərinə gəl i, çıx 6'da 1 i kvadrat. i'lər islah olunur, geriyə qalır 6 üzərinə gəl 6'da 1. Bu da 6 tam 6'da 1 və ya 6'da 37'dir. Y variantı. Çalışma 13. Bowling liqasının oyuncularının nəticəsi və eyni nəticə göstərən oyuncuların sayı cədvəldə göstərilmişdir. Verilmiş nəticələr medianı ilə modasının fərqini tapın. Median bilirik ki, sıralama azdan çoxa doğru yazılacaqdır. 2 dənə 125'imiz vardı, hətta açıq yazıram biləsiz. 4 dənə 130 var, 130. 2 dənə 135'imiz vardı, bir dənə 140'ımız, 3 dənə 145'imiz və 2 dənə 150'miz vardı. Cəmi 2, 4, 6, 8, 10, 12, 14 dənədir. Deməli,
orta yoxdur. Orta ikisinin cəminin yarısı olacaq ki, o da düşəcək demək neçə idi? 2, 4, 6, 8, 10, 12, 14 dənə idisə, düşür bu ikisinin cəminin yarısına. 135 ilə 135-in cəminin yarısı ilə 135 edir. Bu oldu onun medianı, median. Modası olacaq ən çox təkrarlanan 130. Moda 130. Bizdən də soruşulur o ikisinin fərqi. 135-dən 130-un çıxıram. Cavabımız 5-dir. D variantı. Çalışma 14. Verilmiş funksiyanın qiymətlər çoxluğunu tapın. Y bərabər 9 üstü sinus x funksiyasında bir dəfə sinusun yerinə -1 yazırıq 9-da 1. Bir dəfə 1 yazırıq 9. Cavabımız 9-da 1, 9 parçası. A variantı. Çalışma 15. X kvadratı üzərinə gəl. X çıx 6-nın kvadratı. Üzərinə gəl. Modul x kvadratı üzərinə gəl 4x. Üzərinə gəl 3 bərabər 0 tənliyini həll edir. Kvadrat modul cəmi o zaman 0 olar ki, hər biri ayrı-ayrılıqda 0-a bərabər olsun. X kvadratı üzərinə gəl. X çıx 6-da bərabər edərik 0-a. X kvadratı üzərinə gəl. 4x üzərinə gəl. 3-ü də bərabər edə bilərik 0-a. Vuruqlarını ayırsaq, x plus 3, x çıx 2, 0-dırsa, bir kökü -3, digəri 2-dir. İkincinin vuruqlarını ayırsam, x plus 3, x üzərinə gəl 2 bərabər 0-dırsa, x üzərinə gəl 1, 0-dırsa, ya x-imiz -3-dür, ya da x-imiz -1-dir. Hər ikisini də ödəyən cavabımız -3-dür. Və yaxud da ki, zaten bunlar 0-a bərabərdirsə, mən bunları bərabərləşdirə də bilərəm. Baxın, x kvadrat üzərinə gəl. 4x plus 3 0-dır. Onda sağ-sol x kvadratları gedir, geriyə qalır. 3x bərabər -9, x də bərabərdir -3. Bu cürdə yaza bilərsiniz. A variantı. Çalışma 16. Verilmiş tənliklər sistemindən x, y hasilini tapın. Gəlin, tənliklər sistemində x kvadrat plus y kvadratdan x çıx y-in mötərizən kənar kvadratı. Üzərinə gəl 2xy yazaq. Çıx 6xy bərabərdir -47. Fərqin yerinə 1 yazsaq. 1 çıx 4xy -47-dirsə, -4xy bərabər -48-dir. Xy də 12-dir. Cavabımız B variantı. Çalışma 17. Verilmiş funksiyanın artma aralığını tapın. Artma aralığını tapmaq üçün çoxhəddi formasındadır. f'(x) böyükdür bərabər 0. Törəməsi 2x minus 2 böyük bərabər 0-dan, x də böyükdür bərabərdir 1-dən. 1-dən müsbət sonsuzluğa. C variantı. Və yaxud da ki, bu cürdə yaza bilərsiniz. Tam kvadratı ayırarsınız. Qrafik formasında x çıx 1-in kvadratı. Baxın, biraz əyri də olsa. Çox əyridir. Və bu cür. 1-dən müsbət sonsuzluğa artan funksiyadır və ya -1 bölü 2-dan müsbət sonsuzluğa. 3 versiyanı da tətbiq edə bilərsiniz. Çalışma 18. Paralelogramın hündürlüklərindən biri verilib. 6 kökdə 3, digəri 8-dir. Onlar arasında qalan bucaq 60 dərəcədir. Bura 6 kökdə 3-dür, bura 8-dir. Paralelogramın sahəsi soruşulur. Baxın, paralelogramın hündürlükləri arasında qalan bucaq onun iti bucağına bərabərdir. Niyəsə? Bu bucaq 60-dırsa, 90-dır, 90-dır deyə. Bura 120 deyilmi? Bir tərəfə kiçik bucaqların cəmində 180 olduğundan bu bucaq 60 olacaqdır. İşləyəcəm birinci bu üç bucaq üzərində fikir verin. Baxın burada. 60-ın qarşısı 6 kökdə 3-dürsə, 30-un qarşısı 6-dır. Onda hipotenzumuz 12-dir. S də bərabər tərəf, o tərəfə çəkilmiş hündürlük DC vurulsun BK. O da bərabər 12 vur 8. Cavabımız 96-dır. B variantı. Çalışma 19. ABC müxtəlif tərəfli üç bucağında, ki bu olsun bizim üç bucağımız, A'dır, B'dir, C'dir. B bucağı 90 dərəcədən kiçikdir. Bura bir alfa deyək. Alfa 90-dan kiçikdir. AB 5-dir, BC 12-dir. Onda belə çıxır ki, AC 5-dən də fərqlidir. Bunu qeyd edək. BC, AC eyni zamanda 12-dən fərqli olmalıdır ki, müxtəlif tərəfli verib bizə.
Üçüncü tərəfin ala biləcəyi qiymətlər onların fərqi ilə 12 çıx 5 ilə kökdə 12-nin kvadratı plus 5-in kvadratı arasında qiymətlər alır. 7 ilə 13 arasında qiymətlər alacaq, düzdürmü? Amma buradan biz 5-dən 12 varsa atacaq onların içindən. Ala bilər tam kimi 8-dir, 9-dur, 10-dur, 11-dir, 12-dir. Amma 12-ni atıram. Bizə lazımdır müxtəlif tərəfli. Cavabımız tamı soruşur bizdən. 4 dənə 8, 9, 10, 11 ala bilər. Cavabımız B variantı. Çalışma 20. Verilmiş 7 rəqəmli ədədin rəqəmlərinin yerini dəyişməklə 6 rəqəmi ilə başlayan neçə müxtəlif 7 rəqəmli ədəd yazmaq olar? 6-nı başlanğıçda saxlayıram. 1, 2, 3, 4, 5, 6-sını da saxlayacağım buraya. 7 rəqəmli olacaq. Verilmiş rəqəmlərdən 6-sından ikisi 1 təkrarlanır, 3-ü 1 təkrarlanır. 6 faktorial bölünsün 5-lər 2 dəfə, 7-lər 3 dəfə təkrarlanır. İxtisar aparsam 3 ilə 6 gedir. 4 vur, 5 vur 6, 2 faktorialı elə 2 deməkdir. 120-ni də böləcəm 2-yə, cavabımız 60-dır. A variantı. Çalışma 21. Müstəvidən 8 desimetr olan nöqtədən müstəviyə uzunluğu 16 desimetr olan may çəkilibdir. Olsun bizim A, B, C. Demək, maylin uzunluğu 16-dır, perpendikular 8-dir. Perpendikuların mayl üzərindəki proyeksiyası soruşulur. BK. BK nə rol oynuyor burada? 8-in proyeksiyası. Sizcə, bu bucaq 30 deyilmi ki, 30'un qarşısı hipotenuzun yarısıdır? Düzdür, biz müxtəlif versiya ilə də taparıq bu hissənin də mümkün versiyaları deyirəm. Bu bucaq 60'dır, onda bu bucaq 30'dur yenidən. 30'un qarşısını tapacağım ki, o da bu üç bucaqda katet rol oynuyor, KB. 30'un qarşısı 8'in yarısı 4'dür. Bu üsulla da tapa bilərik və ya buranı x götürərəm. 30-60 söhbətinə getmədən hər bir katetin kvadratı bərabər öz proyeksiyası vur, hipotenuz. Yəni BC-nin kvadratı bərabər də BK vurulsun. BA 8'in kvadratı 64. KB vur 16'dırsa KB'nin də uzunluğu olacaq 64'dür. 16'ya böləcəm 4'dür. C variantı. Çalışma 22. A və B vektorları verilmişdir. Kanın hansı qiymətində 3A plus B vektorunun uzunluğu 17'yə bərabərdir? Əvvəlcə 3A'nı qiymətləndiririk. 15, 3K, mənfi 6. Sonra B ilə toplayaq. Bu olacaq 3A üzərinə gəl. B vektoru 17, 3K plus 15, 0. Uzunluğu 17'ye bərabərdir. Yəni kök altında 17'nin kvadratı plus 3K üzərinə gəl. 15'in kvadratı bir də plus 0 bərabərdir. 17'ye hər iki tərəfi kvadrata yüksətsəm 289 üzərinə gəl. 3K plus 15'in kvadratı 289'dursa 3K plus 15'in kvadratı bərabərdir 0. Hər iki tərəfdən kök alsam 3K plus 15 0'dır. 3K mənfi 15'dirsə K'mız mənfi 5'dir. Cevabımız Y variantı. Çalışma 23. İntegral 3'dən A'ya dx bölünsün. X bərabərdir. 3 ln 2 bərabərliyindən A'nı tapın. 1 bölü x'in integralı ln x'dir. 3'dən A'ya bərabərdir. Ln 3'ə atıram 2'nin qüvvətinə 8. Bu bizə ln A çıx. Ln 3 verir bərabər. Ln 8'dir. ln A bərabər ln 3 plus ln 8. Düzdür, solda onu bölməyə də çevirə bilərdik. Mən sağ tərəfə atıb vurmaya çevirdim. Lnləri atsaq, A da bərabərdir 24'ə. Cavabımız 24'dür. Çalışma 24. Verilmiş bu ifadənin qiymətini necə araşdıraq? Gəlin, kosinus 65'i çevirək sinusa. 6 kosinus 25 vur. Sinus 25 böl kosinus 40. Üzərinə gəl 1, vurulsun 3, bir də kökdə 3 çıxılsın 1. Yığsaq surəti 2 qat bucağın argumenti kimi, bu edirmi 3 sinus 50 bölünsün, bu 6'nı 2 vur 3 yazıram, 2'ni kosinus 25'e, sinus 25'i sinus 2 alfa kimi yığdım. Kosinus 50, özü elə sinus 50 deməkdir çevirsəm, plus 1, vur 3, kökdə 3 çıxılsın 1. Sinus 50'lər ixtisar gedir.
Kökdə 3 plus 1 vurulsun, 3 vurulsun, kökdə 3 minus 1'i. Bu ikisini kvadratlar fərqi kimi yığsam. Oldu mu? Bu ikisi 3 çıx 1, yəni 2. 3'e də vuranda cavabımız 6'dır. Çalışma 25. M-in hansı ən kiçik tam qiymətində verilmiş parabolanın təpə nöqtəsi birinci rübdə yerləşir. Birinci rübdə yerləşməsi üçün parabolanın təpə nöqtəsinin koordinatları bu böyükdür 0 olmalıdır. Birinci, mənfi 2 vur m çıxılsın 5 bölünsün 1. Bu böyükdür 0 olmalıdır. Hardakı m-5 kiçikdir 0'dan, m 5'dən kiçikdir. Digəri 4ac-miz 4m kvadratı çıx. 4 vur m çıx 5'in kvadratı böl 4 böyükdür 0'dan. Hətta 4'e də bölərəm və kvadratı da açaram. Qarşıdakı çıxmanı nəzərə alsam. Plus 10m çıx 25. Bu böyükdür 0'dan, m kvadratları islah olunur. 10m böyükdür 25'dirsə, m də böyükdür 2 onda 5'dən. 2 onda 5'dən böyükdür və 5'dən kiçikdir. Üst-üstə düşür. 2 tam onda 5. 5'in intervalı. Burada soruşur. Hansı ən kiçik tam qiyməti bu araqdakı? Ən kiçik tam qiymət 3'dür. Cavabımız 3. Çalışma 26. Verilmiş bu şərtə görə A, B bucağını necə araşdıraq? Baxın. Verilib ki AB bu 12 hissədir. BC 8 hissədir. CD 2 hissədir. AD 3 hissədir. Hamısı birlikdə 25K 360'dırsa, K da bərabərdir. 360 böl 25, 5'i ixtisar apararam. 72 böl 5'dir. Bizdən bucaq AGB soruşulur ki, o da AB və CD göstərinin fərqinin yarısına bərabərdir. 12 çıx 2K böl 2, yəni 5K'ya bərabərdir. K'ımız da 5'də 72'dir. Cavabımız elə 72 dərəcədir. Çalışma 27. Uyğun tərəfləri paralel olan alfa beta bucaqları üçün uyğunluğu müəyyən edin. Birinci al üçün alfa 2 hissədir, beta 3 hissədir. 180'i bölürəm ikisinin cəminə. Çünki 2x-dən 3x-in cəmi 180-dirsə, x-imiz 36'dır. Bizdən soruşur o ikisinin fərqi. Beta çıx alfa 3x çıx 2x elə x'dir. Cavabımız 36'dır. Bu bucaqların fərqi 36'dır. Biri 72 dərəcədir. Digəri 3'ü vuranda 36'ya 108. Belə bir cavab yoxdur, amma 36 olan vardı. 1'ə B-yə aiddir. Deməli, B getdi. İkinci, biri 5x-dir. Digəri 4x-dir. Biri alfa olsun, biri beta olsun. İkisinin cəmi 9x 180'dirsə, x-imiz 20'dir. Onda biri 100'dür, biri 80'dir. Belə bir cavab fərq söhbəti yoxdur, amma bu bucaqlardan kiçiyi 80 olan var. 2'yə D aiddir. Və üçüncü, biri alfadır, digəri 3 betadır. Biri alfadır, biri betadırsa, alfa 3 betadır. İkisinin cəmi 4 beta 180'dirsə, beta 45'dir. Kiçiyi 45'dir, böyüyü 135 dərəcədir. Fərqi də 135'dən 45'in çıxsam, bu edəcək 90. Fərqi 90 var da haradasa. Adı bir də böyüyü 135'dir. 3'ə aynan Y aiddir. Bax, burada nə qaldı bir dənə? Bucaqların fərqi 40 olan heç birində yox idi da. Yox, birincidə də fərqi 40 olan yoxdur. 1 B-dir, 2'ə, D-dir, 3, A, Y-dir. Çalışma 28. Bu situasiyanı başdan bir beynimiz həzm edə oxuyaq ki, oxuyub anlamamız olsun. Sandığın qapaq hissəsi yarım silindr, aşağı hissəsi isə eni 0.6, uzunluğu 1 metr, hündürlüyü 0.8 olan düzbucaqlı paraleliped formasındadır. Bura kimi olan hələ ki birinci tapşırılan sualdır. Gəlin birinci onu həll edək. Deyir, sandığın həcmini tapın. 28-ci tapşırıq. Həcmi V paraleliped, üzərinə gəlir V yarım silindirdən ibarətdir. Bu bərabərdir. Paralelipedin həcmi 1 vur 0.6 vur 0.8 yarım silindir. Pi kvadratı h bölü 2 değil mi? Yəni 0,48 üzərinə gəl. Pinin yerinə 3 yazacağım. Erimiz yarısıdır 0.6'nın 0.3'dür.
vur 0.3-ün kvadratı 0,9. H da 1'dir. Bu qədər də 1'dir. Vur 1 bölü 2. Bu da 0,48. Üzərinə gəl 0,27-ni 2'ye bölək. 0,48 üzərinə gəl 0,1000-də 135 bu nə 2 edir? 0,615 mi? 615 bir dənə düz gedək. 1,5,6 kub metr. Demək, həcmi 0,1000-də 615 kub metrdir. Birinci, bu 28'in cavabı 0,1000-də 615'dir. İndi keçək 29-cu tapşırığa. Deyək, boş sandığın kütləsini tapın. O buradan başlayaraq məsələnin həllini oxuyacaq ki, işləyə bilək. Sandığa hər birinin kütləsi eyni olan 10 əşya qoyuldu. Əşyanı biz x ilə göstərək, ya da sandığı göstərək. Deyək, x olsun sandığın kütləsi, sandığın kütləsi. Y olsun əşyanın kütləsi tutaq ki, deyir, sandığa hər birinin kütləsi 10 əşya qoyularsa, sandığın kütləsi 24 olar. Yəni, x üzərinə gəl 10y bərabərdir 24. Sandığa hər birinin kütləsi birinci dəfə qoyulan əşyanın kütləsindən 20% çox. 20% çox nə qədərdir? Yəni, 120%. Yəni, 1,2y olan, hər biri 1,2y olan 15 eyni kütləli əşya qoyulduqda x plus 15 vurulsun, 1,2y. Onda 30 olar. Gəlin, tərəf-tərəfə çıxaq. X-lər getsin. Bu ikisini vuranda x plus 10y bərabərdir 24. Hətta birinci mənfiyə də vura bilərik, deyil. Bu mənfi, bu mənfi, bu mənfi olsun. X plus 18y bərabər 30'dur. Onda olur 8y bərabər 6'dır. Y-imiz 4'də 3'dür. Y 4'də 3'dürsə, yerinə yazıb x-i tapıram. X plus 4'də 3 o 0,75'dir. Ona vuracağım. 7,5 bərabərdir 24'dür. X də bərabərdir 24 çıxılsın. 7,5. Bu da bərabərdir 16,5 kiloqramdır. Boş sandığın kütləsi 16,5 kiloqramdır. Çalışma 30. Sandığın qapağının açılması üçün, bax o 30-cu sualda bu müəyyən edir. Deyir, qapağının açılması üçün 4 rəqəmli parol təyin edildi. Sandığın qapağının açılması üçün təyin edilmiş parolun rəqəmlərinin müxtəlif olması hadisəsinin ehtimalını tapın. Surətdə əlverişli hallar, əlverişli. Məxrəcdə mümkün hallar. Mümkün hallarımız nədir? Yəni, bu A, B, C, D-də rəqəmlər təkrarlana bilər. 10 rəqəmimiz var, A-nın yerində 10 rəqəmindən 10'u da ola bilər, B-nin yerində 10'u da ola bilər, C-nin də yerində, D-nin də yerində. Yəni 10 vur 10 vur 10 vur 10 ola bilər. Və əlverişli hallarımız bizə deyir ki, rəqəmləri müxtəlif olsun. Burada rəqəmləri müxtəlif olması üçün A-nın yerində 10'u dura bilər, B-nin yerində 9'u, 8'i, 7'si. Əlverişli alım oldu. 10 vur 9 vur 8 vur 7. Onlar ixtisar getsin. 8'imin içində 3 dənə 2 vardı. Düzdür, o 3 2'ni onun içindəki 2'lərlə ixtisar aparsam 3 dənə 5'im qalır. 125'də 63'dür. Bu da bizim yekun izahımız. İkinci qrupların bugünkü imtahanı üçün hələlik bu qədər. Hər birinizə uğurlar arzulayıram. Gələn videolarda görüşərik. Sağ olun.